Hadi bismillah deyib başladıq. İlk öncə nəzərinizə çatdırım ki, şəbəkə biznesi bayaqları qeyd etdiyim kimi sizin düşündüyünüz qədər asan və sadəcə olar olmaz deyərək ilərlədiyiniz bir yol deyil, bir uğur deyil. Şəbəkə biznesində insan resurslarıyla nə qədər doğru çalışmağı bacarıb, insanlarla necə doğru hər tipə, hər insan tipinə uyğun olaraq davranmağı və danışmağı bacararsınızsa, daha uğurlu olmağınızı təmin edərsiniz. Şəbəkə biznesi yalnız məhsul satmaqdan, bu məhsulun xidmətini genişləndirməkdən və yaxud da ki, insanlarla sadəcə komandama gəl, insan faktoruyla doğru işləməkdən və bunun üzərindən irəliləmək bacarığını özündə formalaşdırmaqdan ibarətdir. Hər bir insan fərqlidir. Düşüncəsi fərqli, hissləri fərqli, motivasiyası fərqli, məqsədi fərqli, yanaşması fərqli. Yəni bu baxımdan ona görə də uğurlu lider olmaq üçün mütləq və mütləq insana görə davranmağı bacarıb, insana görə bu gedişatda onun düşüncələrinə, duyğularına, işləmək, nə istədiyinə görə davranmağı bacararsınızsa, təbii ki, uğurlu bir şəbəkədə də insanlarla davranmaq və danışmaq bacarığını da özündə formalaşdırmağı bacararsın. Şəbəkə biznesində uğurlu insanlarla işləməyin 7 əsas yolu var ki, bunlardan birinci yolu empati və dinləmə bacarığıdır. Empati nədir? Mən bunu keçən səfər təlimdə də bu haqda fikirlərimi bölüşmüşdüm ki, empati fərqli insanlarla işləyərkən onları fəal dinləmə qabiliyyətin olmalı və onları dinləyərək onlarla hansı, nə üçün gəldiyini, həyat təcrübəsinin nədən ibarət olduğunu, düşüncə tərzinin və motivasiya qaynağının nədən ibarət olduğunu, empati quraraq insanları anlamağa çalışmaq bir bacarığıdır, empati qabiliyyəti. Empati qabiliyyəti zamanı nə edirsiniz? Qarşınızdakı insanın, məsələn, doğru şəkildə dinləməyi və nə istədiyini, nə üçün bu sektorda olduğunu və nə amala xidmət edin, nə üçün fəaliyyətini davam etdirərək, həqiqətən də bu işdə sənin uğurlu bir liderinə çevrilib, səninlə bərabər yol alacağını, o xanımlarla birlikdə doğru dinləyərək, anlayaraq, onu özündə formalaşdırıb və nə istədiyi üzərindən irəliləməkdir. Mən bu empati bacarığını bəzən xanımlar qivatla səhv salırlar. Qivat da dediyin, bilirsiniz necə, yəni qivat. Hansı ki biz nə deyirik? Empati qurmalıyıq, onları anlamalıyıq, işin gedişatında onların nə istədiyini dərk etməliyik və onları başa düşməliyik. Başa düşmək deyəndə bəzən xanımlarımızın ən böyük yanlışı nədən ibarət olur? Ən böyük yanlışı insanların ailə problemlərini dinləmək. Bu bizim ən böyük yanlışımız olar ki, bəli, biz zaten ilk dəfə gələrkən biz onun hansı yaşam tərzinə, həyat tərzinə, nə üçün burada, hansı amala, nə üçün xidmət etdiyini və bu biznesə nə üçün gəldiyini bilirik. Tamam, kimisi uşaqlar üçün gəlir, kimisi maşın üçün gəlir, kimisi ayaqları üzərində durmaq üçün gəlir, kimisi həyatını gözəlləşdirmək adına, kimisi sosiallaşmaq üçün bu sahəyə gəlir, kimisi məhsulların istifadəsini və parabensiz, məsələn, sülfatsız hər hansı bir ximkat olmayan məhsullardan istifadə etmək üçün gəlir. Və biz o insanlarla empati quraraq, ilk danışaraq, o insanların nə üçün burada olduqlarını bilərək və bu yolda onlara dəstək olaraq, kömək olaraq inkişaf etdirmək yolunda onlara dəstək olmalıyıq. Onun hisslərini və ehtiyaclarını başa düşməliyik və çalışmalıyıq. Bunu başa düşmək üçün, yəni özümüzü yaxşı mənada bu empati qabiliyyətində özümüzə formalaşdırmalıyıq. Məsələn, biri deyir ki, məsələn, bayaqları başda da dediyimiz kimi, insan resursları fərqlidir. İnsan qavramaları və düşüncələri, insanın anlayışı, insanın o qavrama bacarığı və yaxud da ki, biznesi anlama bacarığı fərqlidir və fərqli olduğu üçün biz onların hər hansı bir problemlərinin üstündə yox, niyə, nəyə görə, nə üçün belə olmamalı deyərəkdən deyil də, biz onları anlayaraq onların o iş prosesinə uyğun olaraq, yaşam tərzinə uyğun olaraq onlara kiçik-kiçik işlər verməli və onları doğru bir istiqamətdə yönləndirməyə bacarmalıyıq. Yəni, empati və dinləmə bacarığımız və qabiliyyətimiz bu yöndə bizi ən gözəl şəkildə irəlilədən və ən gözəl şəkildə bizim komandamızı genişləndirməmizə gətirib çıxardan ən önəmli prinsiplərdən biridir. İkinci prinsipimiz fərdi yanaşma və şəxsi diqqət. Fərdi yanaşma nə deməkdir? Məsələn, biz komandam üzvlərimizi bu sistemə daxil edərkən çalışdığımız qədər onlara fərdi yanaşmağı öz qarşımıza hədəf qoyuruq. Hansı ki, hər insanın ünsiyyət tərzi, iş rejimi fərqlidir. Yəni, məsələn, biri dəqiq plan istəyir, digəri isə sərbəstlikdən motivasiya alır. Necə? Məsələn, biri gəlib deyir ki, mən çalışmaq üçün mənə dəqiq konkret olaraq plan verir ki, mən nə edəcəm? Mənim edəcəyim iş nədən ibarətdir? Mənim edəcəyim iş gündə 100 dənə dəvət bağlamaqdan ibarətdir. Mənim edəcəyim iş qrupları dinləməkdən ibarətdir. Mənim edəcəyim iş təlimləri dinləməkdən ibarətdir. Mənim edəcəyim iş yeni təlimlər öyrənməkdən və təlimləri yönəltməkdən ibarətdir. Tamam, bu bir insan tipidir. Fərdi yanaşdıq, biz buna bildik ki, bəli, bunun konkret olaraq burada qazanmaq və qazanmaq yolunda artıq işin mahiyyətini anlayaraq gedişatda necə çalışmağın konkret olaraq planını bizdən istəyir. Və biz bu planı ona fərdi yanaşaraq verərək, biz digər insana
biz bu planı verə bilmərik. Yəni uğurlu bir liderin yanaşma tərzi də və tətbiqi də təbii ki, fərqli olmalıdır. Məsələn, bir xanım var, gəlir, evində problem var, ailəsində problem var və mənim o etdiyim səhvlərdən ən böyüyüdür ki, bəlkə də mən o gün, bugünkü kimi daha savadlı, daha bilgili, daha işinin peşəkarı olub, insan resurslarla doğru çalışmağı və doğru davranmağı bacarsaydım, bugün daha böyük kütləyə malik olardım, bugün daha yüksək rütbələrdə olardım, bəlkə də daha çox insanı qazandırmış olardım. Necə? Buna bir dənə açıqlama verim. Məsələn, mən insanlara fərdi yanaşmırdım, özümdən yeni də stat gətirmək istəyirəm. Mən insanlara fərdi yanaşmırdım. Yəni, mən əgər çətinliklər üstəsindən gəlməyi bacarıb, mən əgər bu qədər çətinliklərin üstəsindən gələrək yenə də işimin başında olub, yenə də qrupları dinləyib, təlimləri dinləyib, yoluma davam etmişəmsə, hər kəs mənim kimi olmalıdır deyə düşüncəsi olduğu üçün mən çox insanlarımı itirmişəm. Amma sizə buradan nacizənə məsləhətim, siz insanına görə davranacaqsınız. Təbii ki, bəhanələrə, onu bayaqları qeyd etdiyim birinci prosesdə, birinci nüansda, hansı ki, empati qabiliyyətindən artıq sən biləcəksən ki, bu xanım həqiqətən də sadəcə bəhanə midir, yoxsa həqiqətən də bunun artıq həyat yaşam tərzinə görə problemləri var və problemlərin üstəsindən gəlmək adına bu sahədə uğurlu olub, ən azından gəlir götürməyi və onun da haqqıdır ki, burada öz gələcəyini qursun. Gələcəyini qurub, onun da həyatını dəyişmək kimi bir haqqı olduğunu biz ona sunmalıyıq və ona görə davranmalıyıq. Hansı ki, biri dəqiq plan istəyərkən, digəri sərbəstlikdən motivasiya alır. Məsələn, sərbəstlik deyəndə nəyə nəzərdə tutulur? Sən bu işdə gedişatda sən ona anlatırsan, başa salırsan. İşin gedişatında yol bu, iz bu, çalışma prinsipi bu. Artıq ona buraxırsan. Necə çalışmağını, neçə saat çalışmağını, amma bunun ərzində də sən onu doğru düzgün şəkildə bu sistemi anlatıb və buradakı imkanları dərk etdikdən sonra onun sərbəst motivasiya şəklində irəliləməsini, sərbəst çalışma qrafikinə görə özünə uyğun qrafikini sən ona görə davranacaqsın. Məsələn, bəzən xanımlara deyirik ki, tamam, səni anlayırıq, səni başa düşürük. Sənin işləmə prinsipində deyək ki, sənin çətinliklərin var. Bu çətinliklərin üstəsindən gəlmək üçün nə edək? Sənə görə davranım. Mənə deyən görüm ki, neçə saat çalışa bilərsən. Mən deyir məsələn 6 saat çalışa bilərəm. Saat 1-dən 3-ə qədər zamanım yoxdur. 3-dən 6-ya qədər, 3-dən 8-ə qədər, 3-dən 10-a qədər artıq zamanım var. Və sən uğurlu bir lider olub və komandanı daha genişləndirmək istəyirsənsə, o zaman nə edəcəksən? Bu insana görə də davranaraq fərdi yanaşmış və şəxsi diqqətini də ondan əsirgəməyəcəksən. Üçüncü, güclü ünsiyyət və etibarlı əlaqə. Mən deyərdim ki, ən önəmli prinsiplərimizdən biri də güclü ünsiyyət və etibarlı əlaqədir. Uğurlu əməkdaşlığın əsas şəffaf və müsbət ünsiyyətidir. Yəni, aydın danışmaq, doğru suallar vermək, vaxtında cavab vermək insanlara güvən hissi yaradır. Yəni, necə? Məsələn, xanım mən bizim sistemimizə daxil olub, xanım mənimlə əməkdaşlığa qəbul edib və xanım mənə artıq mən buradakı imkanları anlayıb və komandamı genişləndirmək və daha uğurlu bir lider olmaq yolunda irəliləyirəm və xanım mənə sual verir, o sualın cavabında mən məlumatı düzgün çatdırmıram və vaxtında çatdırmıram. Yəni, bilməmək eyib deyil, əlbəttə ki, bilməmək eyib deyil. Amma öyrənməmək təbii ki, eyibdir. Sən nə edəcəksən? Vaxtında ondan aldığın sualın, yəni o şəffaflıq və doğru münasibət uğrunda getdiyin bir yolda sən ondan aldığın sualın cavabını həmin xanıma doğru və düzgün məlumatları paylaşaraq və həmçinin də anında. Məsələn, bəzi xanımlarımız var ki, sistemə daxil edirlər. Yəni, inanmıram mənim komandamda və yaxud da ki, İzrəvan prezidentdən də elə bir xanımlar olar, amma bəzən ola bilir ki, hansı ki, xanım bugün yazır, 3 gündən sonra xanıma cavab gəlir. Uşağım xəstə idi, ona görə məcburən mən telefona cavab verə bilmədim. Tamam, zəhləşmələri sən ertələyə bilərsən, amma sənin yeni sistemə daxil etdiyin bir insanın sənə verdiyi sualda sən ona şəffaf və dürüst şəkildə bilmək istədiklərini qarşı tərəfə ötürmürsən, artıq sənin güclü ünsiyyət qabiliyyətin və etibarlılıq əlaqələrin yavaş-yavaş uzaqlaşmağa başlayır. Tənqiddən daha çox konstruktiv rəy ver. Məsələn, hansı ki, sən niyə, nəyə görə, nə üçün, nədən ötürü, nəyə görə demək yerinə nə edə bilərik, necə çalışa bilərik, nə cür çalışa bilərik və bu yolda sən mənə, mən sənə necə dəstək ola bilərik. Bunun üzərindən irəlilədərək o güclü ünsiyyət və etibarlı əlaqələri də mükəmməl şəkildə irəlilətməyə bacararsınız və hər zaman açıq və dürüst olun. Bəzən olur ki, xanımlarımız yanlış məlumat verərək sistemə xanımları daxil edirlər və daxil edərkən də artıq dürüstlükdən kənar olaraq gəlib, bu təbii ki, bizim Home Life və yaxud da əl əsası Zirvənin prezidentlərinə aid deyil, həm də olsun. Amma digər şirkətlərdə, məsələn, X şirkətlər, B adından başlayan bir şirkətin burada necə məlumat verdiyini, ya həyatımın şokunu yaşamışam ki, gəl mənə deyir ki, sanki mən
əlbəttə ki, mən demədim ki, mən Home Life-da artıq top liderlər arasındayım və yaxud da ki, artıq Home Life-da da 3 illik fəaliyyətimi davam etdirirəm. Mənə deyir ki, işçi qolundan məsələn irəliləmək olur və mən o sistemə deyək ki, daxil oldum. O xanıma güvəndim və daxil oldum. Nə etdim? Artıq işçi qolundan irəliləmədiyini və günəş sistemi olduğunu mən o insanda sezdikdən, çezdikdən, gördükdən sonra təbii ki, mənim ünsiyyət və etibarlı əlaqələrim pozulmağa başlayır. Ona görə nə qədər doğru-dürüst şəkildə, düzgün şəkildə məlumatları geniş şəkildə ki, aydın şəkildə xanımlara çatdırmağı və şəffaf şəkildə münasibətinizi qorumağı bacarırsınızsa, o zaman həm öz dürüstlüyünüzdən, həmçində güclü əlaqələr quraraq o insanların sizə güvənini və etibarını daha gözəl şəkildə irələtməyə bacarırsınız. Üçüncü şərtimiz, üçüncü prinsipimiz ortaq məqsəd və komanda ruhu yaratmaq. Bu çox üzr istəyirəm. Bu ən deyərdim ki, önəmli faktorlardan, Home Life və şəbəkə biznesində ən önəmli faktorlardan biridir ki, insanlarla doğru münasibət qurub, o münasibət üzərindən komanda işini olduğunu insanlara çatdırmaq. Məsələn, insanlar fərqli düşüncəyə və yaxud da ki, fərqli komanda ruhuna malik ola bilirlər, amma sizi birləşdirən bir şey var. Sizi birləşdirən güc, ortaq vizyon, komanda ruhudur. Və bu insanlar əgər komanda ruhunu anlayıb, komanda şəklində çalışmağı bacarıb və bir-birinlə paylaşmağı, hansı ki, bu günləri biz öz komandamız üçün deyil də, məsələn, zirvənin prezidentləri üçün bir məqsədimiz var, zirvənin prezidentlərini komandasında qazanmayan xanım qalmamasını təmin etmək üçün artıq bizim burada ortaq bir fikrimiz, ortaq bir vizyonumuz var ki, bəli, bizim işimiz komanda ruhunu genişləndirərək bütün komandalara dəstək verib, bilgilərimizi ötürüb, uğurlarımızı paylaşıb, o insanlardan doğru motivasiya yolunda onlara yararlı olub, onların qazanmasını təmin etmək. Bunun adı artıq ortaq məqsəd və komanda ruhu. Təbii ki, bu komanda ruhunu doğru formalaşdıran insanlar, bəzən xanımlar yanlış eləyirlər. Mən öz komandam üçün edirəm. Təbii ki, yenə də deyirəm, zirvənin prezidentlərində belə bir şey yoxdur, amma zamanında var idi. Elə onlardan biri də mən idim. Məsələn, hər hansı bir mənə təlimə çıxartmaq istəyərkən, Vüsələ xanım, Günar xanım, deyirdim ki, mən öz komandamı onsuz da eləyirəm də, mən məsələn təlim keçirəm, xanımlarla münasibət qururam və zaman keçdikcə bunun həqiqətən də təkcə səndən olmadığını gördüm və bu işin komanda işi olduğunu və komanda daxilində bir-biri ilə əlaqələrini gücləndirərək, hər kəsdən bir şeylər öyrənərək, komandanıza daşıyıb, komanda ruhunu mükəmməl yaradaraq gözəl yerlərə gəlməyin sübutunu da biz zirvənin prezidentləri adı altında komandamızı genişləndirərək zaten gördük. Bayaq bir müsahibədə idim, yenə birinə gedəcəm. Xanım belə bir söz deyir, hətta qrupa da atmışdım Uğur Yol Akademiyasına. Demişdi ki, mən bura gəldiyim hardasa bir neçə ildir deyir, Home Life şirkətində bir neçə komandada olmuşam və olduğum komandalar bugün yoxdular, amma mən hələ də zirvənin prezidentlərinin ayaqda qaldığını və necə gözəl inkişaf etdiyini həm sosiallardan, həm WhatsApp-dan, həm storylərdən, həm statuslardan gördüm və komandanıza daxil olaraq həqiqətən də komanda ruhunun nə qədər yüksək olduğunu elə Uğur Yol Akademiyasından və yaxud da ki, digər daxil olduğum qrupdan da görürəm. Deməli, burada hansı faktor önəmlidir? Bəli, ortaq məqsəd və komanda ruhunu doğru yaratmaq bizim işimizin ən öndə gedən prinsiplərindən də biridir. Bilgilərinizi nə qədər ötürməyə bacaracaqsınız, bilgilərinizi nə qədər qarşı tərəfə, ya komandanız olsa belə, olmasa belə, hansı ki, olduğunuz platforma, olduğunuz qruplar, iş çatlarınıza doğru ötürməyə bacaracaqsınız. Komanda ruhunu da, öz komandanızda da onu görç olaraq, göstəriş olaraq səni izləmələrini təmin edib, onlar da öz komandana, digər qollarla birlikdə fəaliyyətini davam etdirib, artıq komanda ruhunu yüksəldərək gözəl şəkildə nəticələrini əldə etmiş olurlar. Məsələn, komanda üçün ortaq məqsədlər təyin edin. Nədir bizim komanda olaraq ortaq məqsədimiz nədir? Ortaq məqsədimiz hər kəsə fayda vermək, hər kəsə yararlı olmaq, hər kəsin həyatını dəyişmək, komanda şəklində insanlara fayda ötürmək. Sonra nəticələri birlikdə qeyd edirik. Hansı ki, rütbələrimiz açıldıqda bu mənim təkcə uğurum deyil deyib. Təbii ki, bütün hər kəsin uğuru üzərindən, hər kəsin birlik bərabərlik şəklində artıq birliyini qeyd edərək komanda ruhunu da yüksəltmək, komanda uğurunu fərdi nailiyyətlərdən üstün tut. Məsələn, mənim fərdi nailiyyətlərim nədən ibarətdir? Mənim fərdi nailiyyətlərim məsələn təlimdir, amma mənim qazandığım o Green Diamond mənim artıq komandamla birlikdə fəaliyyətimi davam etdirdiyim, çox gözəl şəkildə irəlilədiyim bir nailiyyətdir. Təbii ki, biz bunu sosiallarda paylaşaraq və yaxud da ki, statuslarda paylaşaraq, qruplarda paylaşaraq artıq komanda ruhunun da birləşdirərək gözəl nəticələr alıb və o insanların da sizin komandada olan insanların komanda ruhunu gözəl şəkildə görməsini, artıq onlar da arzularını genişləndirərək, bəli, mən möhtəşəm bir komandadayam, vizyonlu bir komandadayam, komanda ruhu yüksək olan bir komandadayam deyib, yollarına davam edib, səndən, məndən, ondan öyrənərək, davamiyyətini və fəaliyyətini davam etdirərək gözəl nəticələr əldə etmiş olur. Öyrətmək və öyrənmək.
Şəbəkə biznesinin ən önəmli prinsiplərindən biri də deyərdim ki, öyrətmək və öyrənməkdir. Belə bir deyim var idi. Şəbəkə biznesində varsansa şanslısan, öyrənirsənsə varlısan, öyrəndiyini öyrətməyi bacarırsansa artıq milyonersən. Buna əmin ola bilərsən. Ona görə də nə edəcəksən? Öyrənəcəksən və öyrəndiyini anında öyrətməyi bacaracaqsınız. Bəzi əvvəllər yenə gedəcəm keçmişə. Hansı ki 3 il bundan öncə bizə daha çox öyrəndiyimizi anında öyrətməyə tətbiq etdikləri üçün biz öyrəndiyimizi anında öyrətməyə tələsirdik. Tələsdiyimiz üçün bugün güclü bir liderlər yetişdirməyə bacarmışıq. Gəlin özünüzə sual verin. Həqiqətən də mən gəldiyim ilk gündən, sistemə daxil olduğum ilk gündən nə öyrəndim? Anında bunu komandama, olsun 1 nəfər, olsun 5 nəfər, olsun 10 nəfər, olsun 20 nəfər, fərqi yoxdur. Sən 1 nəfər əgər komanda üzvün varsa, deməli artıq sənin böyük bir ekibin var, böyük bir komandan var. Və sən bu komandalara öyrəndiyini anında öyrədirsənmi, istər fərdi, istər şəxsi, istər də qruplarda. Bunun sualının cavabında bəli öyrədirəm deyirsinizsə, narahat olmayın. Ən qısa zamanda gözəl nəticələrlə inşallah ki komanda olaraq o nəticələrinizi də qeyd edəcəksiniz. Şəbəkə biznesində insanlar daim inkişaf etməlidir. Daim. Niyə daim inkişaf etməlidir? Baxın xanımlar. Məsələn, müasir texnologiya devrində yaşayırıq və maşallah olsun ki, hansı sahəyə baxırsan, adicə heç nə yox. Heç sahəni qoydum kənara. Adicə keçən səfər biz Bakıya gedərkən bir Təminə xanım, bu arada Təminə xanım ilə gedərkən bir avtobusa mindik. Bilsiz necə avtobus? Artıq müasir texnologiya üzərindən irəliləyən avtobus. Yəni düyməsini basırsan, düşürsən, düyməsini basırsan, oradan kartla pulunu ödəyirsən və belə baxdım, Füsulə xanımla bir-birimizə baxdıq, dedik Çınarə, bu mənə deyir ki, Çınarə, görürsən texnologiya necə inkişaf edir? Yəni biz o qədər maşınla gedərək bu şəkildə artıq sarı avtobuslar, ağ avtobuslar deyil də, rəngli bir çox komfortlu, yəni əyləşmə sistemi olaraq çox qəşəng şəkildə komfortlu bir avtobuslarda əyləşdik, bəli. Deməli, əgər müasir texnologiya inkişaf edirsə, əgər bu qədər dünya durmur yerində, inkişaf edə, istər təhsildə, istər tədrisdə, istər həkimlər, istər müəllimələr, fərqi yoxdur. İstər hər bir sahədə əgər inkişaf varsa, o zaman şəbəkədə də sən hər gün inkişaf etməlisən. Niyə inkişaf etməlisən? Çünki şəbəkə elə bir sahədir ki, həm Home Life Azərbaycana daxil olduqdan sonra, öz sözünü dedikdən sonra sanki X şirkətlərin bura marağı, Azərbaycana marağı daha tez artdı. Məsələn, zaman var idi ki, biz hansı şirkətləri tanıyırdıq, adını da çəkəcəm. Artdayım, Faberlik, Sibriyan, bitdi getdi. Artıq məşhur şirkətlərin adını eşidirdik. Bazarda olan, yəni bunlar idi ki, öndə gedən şirkətlər idi. Amma indi hal-hazırda gəlin baxaq görək. Nə qədər şirkət var ki, bəli, öndə getmirlər, amma göbələk kimi gündə bir şirkət çıxır. Və sən o qədər bilgili və savadlı, o qədər artıq özünü gelişdirməlisən ki, sən komandana yetib, doğru bilgiləri getirib, həmçinin o insanlar üzərindən doğru çalışıb və nə edəcəksən? Öyrənməyi və öyrətməyi daha hızlı, daha peşəkar, daha mükəmməl şəkildə tətbiq edəcəksən. Hər kəs eyni sürətlə öyrənməz. Bu da fərqli bir mövzu. Amma hər kəsə uyğun təlim imkanları təqdim etmək liderin işidir. Məsələn, hansı ki, bəzən olur ki, biz kiçik xanımlara kiçik bir şeylərdən başlayırıq. Nə? Məsələn, hər hansı bir videonu atırıq, buna bax, buna mənə səs at. Və yaxud da ki, elə liderlərimiz var ki, ümumiyyətlə hələ ki, doğru düzgün şəkildə özlərini ifadə edə bilmirlər, hələ ki, fikirlərini ifadə edə bilmirlər, hələ ki, şəbəkənin mahiyyətini anlamırlar, amma qazanmaq istəyirlər. Əgər qazanmaq istəyirlərsə, biz o zaman nə edirik? Mən buna elementar bir mövzu üzərindən irəliləmək istəyirəm. Necə? Məsələn, acil bir məhsulu veririk ki, gəl, bugün al bu sən məhsulu tanıtım et. Necə? Bu məhsul haqqında sənə hətta o gələn xanımın deyək telegramı yoxdur, işin gedişatında anlamır, telefondan doğru çalışa bilmir. Siz nə edəcəksiniz? Screen eləyəcəksiniz. O məhsulun iç yazısını, içəriğini atacaqsınız xanıma. Deyəcəksiniz bu məhsul, bu da içəriği. İndi bunu öyrən. Yəni necə ki biz 0-cı sinifdə, 1-ci sinifdə uşaqların əlindən tutub yazı yazdırırıq. Burada da əgər doğru öyrənməyə və öyrətməyə bacararıqsa, inanın ki, burada qazanmayan xanım qalmaz. İnanın ki, qalmaz. Amma səhvlərimiz nədən ibarətdir? Of, yoruldum, itdim, batdım. 5 dənə insana yazdım. Ay onu başa saldım, o başa düşmədi. Təbii ki, bu bizim ən böyük yanlışlarımızdandır. Şəbəkənin mahiyyətini anlayan və şəbəkədə uğurlu olmağı təmin edən və vizyonu dəliləyən hər kəs bu işin gedişatında nə ilk deyil, nə son deyil. Yorulmalar, bezmələr, sıxılmalar, gedənlər, qalanlar, komanda şəkilində yox olanlar deyərək deyil də, sən nə istədiyini, o vizyonu belirlədikdən sonra gerisi təfərrüat deyərək yeni insanlar üzərindən də çalışaraq, hansı ki o məhsulun atdın və o xanıma nəyi öyrətdin? Heç nə, məhsulun təqdimatını öyrətdin və yeni bir şey öyrətdin. Ona görə hər kəs eyni sürətlə öyrənməz, amma hər kəsə uyğun təlim imkanları təqdim etmək bir liderin
mütləq ki işidir. Məsələn, yeni qoşulanlara uyğun olaraq mentorluq proqramı. Bu nə deməkdir? Məsələn, bizim xanımlarımız hal-hazırda yeni qoşulanlar üçün nələr edirlər? Yeni qoşulanlar üçün bir qrup açırlar. Orada xanımları yavaş-yavaş bayaqları qeyd etdim, kiçik-kiçik uğurlardan, kiçik-kiçik nailiyyətlərdən, kiçik-kiçik öyrətmələrdən və plus kabinetə giriş videosu, məhsulların təsdiqi videosu və bu biznesdə yavaş-yavaş 2-3 insana dəvət paylamağın nə edir? Yeni gələnlərlə məşğul olaraq onları doğru yönləndirərək öyrənmə və öyrətmə yolunda xanımların da fərdi olaraq, məşğul olaraq o insanların da gözəl yerlərə gəlməsini təmin edirlər. Fərqli səviyyələrə uyğun materiallar paylaş. Bayaq qeyd etdiyimiz kimi, hansı ki kimisinə deyirik, ala get bu Seçkin Kalkanoğlu'nu və yaxud da ki bu Aygün Məmmədovanın və yaxud da Təhnə xanımın təlimindən özün üçün nə örnəklərini götürdün deyirik. Kimisinə də deyirik ki, ala bu məhsulun təqdimatını sadəcə bir dənə video çək. Və biz fərqli səviyyələrə uyğun materiallar paylaşırıq. Nə edirik? Artıq o insanların düşüncələrini, beyinlərini yavaş-yavaş öyrənərək və öyrədərək açmağını təmin edirik. Uğurlu təcrübələri komanda ilə bölüş. Məsələn, hal-hazırda uğurlu təcrübələrimiz, bayaqlar məsələn Xəyalə Qədirzadə qrupda Lalafoda, Ünvanazda necə elan paylaşmaq, sonra keçən səfər Təminə xanım hər hansı bir hansı sosiallardansa çalışan və necə çalışmağın yollarını, Aygün Məmmədova müsahibə mövzusunu, Alagöz xanım keçən səfər bir məlumat atmışdı. Yəni liderlər burada uğurlu təcrübələrini komanda ilə bölüşürlər. Məsələn, mənim uğurlu təcrübələrim nədən ibarətdir? Mən bu günləri hər biriniz qeydiyyat edirsiniz, hər biriniz insanlara dəvət paylayırsınız, hər birinizin ən azı bir qeydiyyatınız olur və siz onu komanda ilə bölüşərək o insanlara daha gözəl motivasiya olarsınız, o insanlara daha gözəl işıq olarsınız, o insanlara daha gözəl yön alarsınız ki, bəli, bugün burada Aysu bacarmağı bacarıbsa, mən də burada bacarmağı bacararam. Bunu inanın ki, bunu biz deyil, gördüyünüz kimi araşdırmalar nəticəsində bəli, sübutunu verən sübutlar. Öyrətmə və öyrənməyin şəbəkə biznesində mahiyyətinin önəmli olduğunu bizə də sunmuş olur. Sonra toleranlıq və çeviklik. Bizim xanımlarımızın ən çətin, ən adaptasiya olmadığı elə tam da toleranlıq və çeviklikdir ki, insanlarla işləmək hər zaman asan deyil, həqiqətən asan deyil. İnsan resurslarla çalışmaq, adicə evimizdə qaynanamızla danışa bilmirik. Adicə evimizdə 3 dənə uşağımızı, 2 dənə uşağımızı idarə edə bilmirik. Adicə evimizdə yoldaşımızdan söz söhbətimiz olur. Adicə qonşu ilə, qohumla biraz fikir alış-verişi tirəkli olan kimi aləm qarışır bir-birinə. Həqiqətən insanlarla işləmək asan deyil. İnsanlarla işləmək asan da olmadığı üçün bu qədər gəlir götürürük. Bəzən müsahibələr zamanı deyəndə ki, 2000 üzəri gəlir əldə edirəm. Hansı ki, bayaqları o müsahibəmdə atmışdım. Arifləyimdə 3 il xanım Arifləyimdə çalışıb, bir qəpik qazanmayıb. Deyirəm ki, yəni deyirəm 2000 alıram. Yəni təbii ki, inanmamaq kimi bir qayğısı var. Və deyirəm ki, bəli, bəzən olur ki, düşünürük ki, o necə olur ki, ona 2000 manat, 3000 manat gəlir verirlər. Necə olur? Tamam, indi müasir devirdə artıq şəbəkə biznesinin mahiyyətini çox insanlar anlayır, amma zaman var idi ki, həqiqətən məsələn mən öz adıma deyim ki, kimsə mənə desəydi ki, 2000 sadəcə evimdən idarə etdiyim işimdə 2000 manat, 3000 manat, 4000 manat, hətta 6000 manat qalxan zamanlarımız var idi ki, biz o gəlirləri görmüş. Amma bugün artıq müasir devrin tələblərinə görə şəbəkə biznesində mahiyyətinin həmçinin şəbəkə biznesində genişləndiyi üçün, yəni heç olmasa 50% inanır, 50% inanmır. Amma 50% inanmayan xanımların da haqlı səbəbləri var. Çünki kimi dindirsən, hər biri filan şirkətdə, feşman şirkətdə mənim qohumum çalışıb, xalam qızının dayısı qızı çalışıb, əmim qızının bibisi qızı çalışıb, yoldaşımın xalası qızı çalışıb deyə fikirləri olduğu üçün təbii ki, insanlarla artıq çalışmaq da çətin olur. Amma sən bu qabiliyyətini özünüzdə formalaşdırdıq, vallahi artıq insanlarla çalışmaq çox asan olur. Niyə? Çünki sən həm insanları tanıyırsan, artıq o insanlarla münasibət quraraq ünsiyyət qurmağı bacarırsan, ünsiyyət bacarıqlarını özündə formalaşdırırsan, empati qabiliyyətini gücləndirirsən və o insanların nə istədiyini və o bir lorik dildə deyəcəm, ağzını açanda artıq nə istədiyini bilirsən. Bildiyin üçün də yavaş-yavaş şəbəkə biznesdə insanlarla çalışmaq sənin üçün yavaş-yavaş asanlaşmağa başlayır. Məsələn, fikir ayrılıqları, ünsiyyət problemləri və çətinliklər də ola bilir bildiyiniz kimi. Bu zaman dözümlü və çevik olmaq vacibdir. Bu nə deməkdir? Məsələn, biz gəlirik, komanda toplayırıq və komandamıza bir neçə insan gəlir, bir neçə insan bizi qoyub çıxıb gedərkən artıq biz dözümlülük deyil də, çevik davranmaq yerinə biz özümüzdən bədəl verib, hansı ki o arzularımızdan, xəyallarımızdan bədəl verib, nə edirik? Pes etməyi və yorulmağı, hətta durmağı. Bəlkə də bəli məhsulunu da alırsan, bəli qruplarda da varsan, amma artıq sən bilirsən ki, çalışmırsan. Sən bilirsən ki, o dərəcədə də dözümlü deyilsən. Sən bilirsən ki, artıq iradən səni onu qaldırmayacaq dərəcədə yenidən insan toplayıb o komandanı toplamaq sənin ağırına gəlir. Amma sən toleranlıq və çeviklik edərək
dözümlü olaraq, çevik davranaraq, nə olur olsun burada qazanmaq, nə olur olsun burada həyatımı dəyişmək, nə olur olsun bu möhtəşəm sistemin, bu möhtəşəm şirkətin bizə verdiyi imkanları doğru istifadə edib, mən də həyatımı dəyişən silsiləsindən olacam deyərsənsə, İnan ki, hətta belə bir paylaşımım var idi. Bilmirəm, baxmısınız, baxmamısınızsa baxarsınız. Instagramda belə bir paylaşım paylaşmışdım. Bu sistem sadəcə insanları bu sistemə daxil etmək deyil. Sadəcə insanları qız getirmək, adam getirmək deyil. Bu insanların iradələrini doğru düzgün şəkildə, həm öz iradəni, həmçində o insanların iradələrini doğru düzgün şəkildə formalaşdırıb və düzümlü şəkildə irələtməsini təmin etməkdir. Problemləri şəxsi qəbul etməyəcəksən. Bizim bu problemlərimizdən də biri də mənim əmələ layiq qoymadılar. Ona görə mən küstüm. Sonra mənim alt liderim mənə katılığın sonu məni axtarmadı, tapmadım. Ona görə küstüm. Sonra mən bu xanımın komandasına can qoydum, zaman qoydum. Bu xanım amma məni saymadı. Yəni ümumiyyətlə problemləri şəxsi algılamayacaqsan. Keçən səfər müsahibələrin birində inşallah ki o liderim də buradadır. Bizim komandamıza yenidən gəlib və hətta belə deyim də düşünür ki o aramızda olan problemlərin şəxsi algılayaraq yenidən onunla danışmamaq kimi fikrim ola bilər, amma əsla. Niyə əsla? Çünki gedənə yaxşı yol, gələnə gözüm üstə yeri var. Niyə? Çünki mən problemləri zaten şəxsi algılamıram. Heç vaxt şəxsi algılamamışam. Mənim məqsədim burada qazanmaq, mənim məqsədim burada insanları qazandırmaq, mənim məqsədim burada dözümlü olub, hər şeyə qarşı olub, nə olur olsun, yeniliklərə açıq olub, olan proseslərdən dözümlü şəkildə, çevik şəkildə aradan qalxıb, o problemləri həll yolunu tapmaqdır. Ona görə şəxsi algılamayacaqsınız, heç nə şəxsi algılamayacaqsınız və dəyişikliyə qarşı açıq olun. Aha. Gəldik önəmli proseslərdən, hansı ki 2 ay bundan öncə bizim komandada bildiyiniz kimi, daha doğrusu Home Life-da bəzi dəyişikliklər oldu. Bu dəyişikliyi qəbul edənlər bugün artıq fəaliyyətini davam etdirib, ən azından istədiyi rütbələri yavaş-yavaş, etap-etap yoluna davam edənlərdir. Amma dəyişikliyi qəbul etməyənlər nə etdi? Bugün burada yoxdular və yaxud da ki durmağı, ya gitməyi, ya da oturub gözləməyi seçdilər. Amma sən anında o dəyişikliyə çevik şəkildə, dözümlü şəkildə adaptasiya olmağı bacararsansa, o zaman təbii ki, gözəl nəticələrlə o 3 ayını itirmədən, 2 ayını itirmədən 3-cü ay daha gözəl nəticələrlə o istədiyin gəlirə və ya rütbəyə və yaxud da ki, istədiyin levela çatmağı bacararsan. Ədalətli qərarlar ver və fərqli fikirlərə hörmət et. Deməli, ədalətli qərarlar deyəndə nəyi nəzərdə tuturuq? Bəzən olur ki, komandada bəzi qərarlar vermək məcburiyyətində qalırıq. Biz nə qədər doğru qərarlar verib, nə qədər ədalətli qərarlar verib, nə qədər komandanın əleyhinə deyil. Verdiyimiz qərarları doğru düzgün şəkildə özümüz üçün deyil. Mən hər dəfə demişəm ki, hər hansı bir qərar verilirsə, bunu özün üçün qərar verərsənsə, illə onu komanda və yaxud da ki, insanlar hiss edə bilər. Hiss edir, duyur. Çünki elə bir zamanda, elə bir devirdə yaşayırıq ki, texnologiyanın inkişaf etdiyi və əlimizin altında hətta özümüzü belə fərdi olaraq necə inkişaf etdirmək, necə gözəl şəkildə insanlarla çalışmaq, danışmaq, insan resurslarına doğru davranmaq, insanların nə demədiyini anlamaq. Çünki biz bir şəbəkə biznesində fəaliyyət göstəririk, biz bir işdə çalışırıq, hansı ki, bir gün deyil, 10 gün deyil, 100 gün deyil, yəni ömürlük bir sahədə fəaliyyətimizi davam etdirib yol alırıq. Və bu iş həyatımızda nə qədər ədalətli qərarlar verib, nə qədər fərqli fikirlərə hörmət edəcəyik, nə qədər insanların fikirlərinə doğru yönləndirib, tamam, bəzən olur ki, səsimizi ucaldaraq, bəzən olur ki, sevərək, bəzən olur döyərək, amma ən əsası odur ki, fikirlərə hörmət edərək, onun yanlışlarından doğrularını çıxartmağa yol alaraq yolumuza davam edəriksə, çox gözəl şəkildə nəticələrimizi də almış oluruq. Motivasiyanı canlı saxlamaq. Nə olur olsun. Bir liderin daxili motivasiyası olmasa, mənə görə o liderin bir yerdən sonra qırılma nöqtəsi olacaq. Hansı rütbədə olur olsun. Hansı rütbədə olur olsun, motivasiyan səni istədiyin leveldə saxlamırsa, bir müddətdən sonra səndə qırılmalar baş verəcək. Məsələn, insanların motivasiya səbəbləri fərqlidir. Pul, azadlıq, tanınmaq, inkişaf etmək, hər kəsin nə ilə motivasiya olduğunu artıq sən müəyyənləşdirəcəksən. Onlara uyğun da yanaşacaqsan. Necə? Məsələn, komandana bir xanım daxil olur. Bəli, nə üçün daxil olur? Pul üçün, gəlir üçün, azadlıq üçün, tanınmaq üçün, inkişaf üçün, hər hansı bir ayaqları üzərində durmaq üçün, səhnələrdə olmaq üçün, dünyanı səyahət etmək üçün. Onu sən tapıb və onun üzərində onun motivasiyasını, həm öz motivasiyanı
motivasiyanı, həm onun motivasiyasını doğru yanaşmağı bacarırsansa, məsələn, məni həyatda saxlayan nədir? Mənim arzularım, mənim ev arzum, mənim çalışma prinsipim nədən ibarətdir? Mənim çalışma prinsipim 16 saat çalışmaq, zamanımı biznesə ayırmaq, bu biznesdən inşallah çox yox, 10 ildən sonra o istədiyim həyatı, dünyanı səyahət etmək, xarici ölkələrdə öz fəaliyyətimi və yaxud da ki, inkişafımı davam etdirmək və inşallah ki, Gəncənin mərkəzindən lüks evi almaq. Bu mənim daxili motivasiyamdır və daxili motivasiyam olduğu üçün məni məndən başqa heç kim motivasiya edə bilməz. Amma sən hələ ki, bunu bu gün deyirəm, amma 3 il bundan öncə bunu demirdim. Çünki mən işin mahiyyətini anlamırdım. İşin gedişatında bu biznesdə nələr qazanacağımı heç bilmirdim. Çevrəm yox, danışıq qabiliyyəti yox, yəni nə qazana bilərdim, telefonum yox, inamsız şəkildə və mənim motivasiyamı diri tutan təbii ki, mənim sponsorum oldu. Hər mən yıxıldıqda, hər bacarmıram dedikdə, məndən bir şey çıxmaz dedikdə, bacararsan, edərik, bacararıq. Gəl gedək filan qrup açaq, filan qrupda fəaliyyətimizi davam etdirək. Gəl gedək bugün təlim keç, gəl gedək bugün məhsullar üzərindən təqdimatını gücləndir. Sosial şəbəkələrdə gəl yavaş-yavaş fəaliyyətimizi davam etdirək. Neynədir? Artıq mənə görə və mənim arzularıma görə, mənim arzularımın həqiqətən də evdən bayıra çıxıb həyatımı dəyişmək, uşaqlarıma gələcək vermək, ən əsas da gəzmək deyəndə məndən mənim bütün liderlərim bilir, axalsılar durur. Mən gəzməkdən ötürü bayılıram. Yəni günlərlə gəzərəm. Həqiqətən evdə oturmaram. Yəni o dərəcədə gəzməyi sevirəm. Yəni bunu bildiyi üçün mənim sponsorum bu ruhumu qidalandıraraq, məni artıq müəyyən vaxt ruhlandıraraq bugün məndən Çinara Baxşaliyevanı yaratmağı bacarır. Və sən də komanda ruhunun, komandanın hansı, nədən motivasiya aldığını, necə çalışdığını, yəni siz insanları zorla çalışdıra bilməzsiniz. Siz insanlara zorla gəl rekrut edə deyə bilməzsiniz. Siz insanlara zorla gəl qrupu idarə et deyə bilməzsiniz. Siz insanlara zorla gəl gələcəyini təmin et, pul qazan deyə bilməzsiniz. Və siz motivasiyanı canlı saxlayaraq, o insanların da motivasiyalarını diri tutaraq, hər gün lazım gəlsə, 3 gündən bir lazım gəlsə, ayda bir dəfə baxır indi o insana görə davranırsınız. Nə edirsiniz? O insanları ruhlandırır və daim onları o ruhlu qalmağa, enerjili qalmağa təşviq edirsiniz. İstər qruplarda, istər təlimlərdə, istər sosiallarda, istər statuslarınızda. Niyə mən bu günləri Instagrama ayrı paylaşıram, WhatsApp-a ayrı paylaşıram, Uğur yoluna ayrı məlumatlar atıram, Türk Azlar qrupuma ayrı məlumatlar atıram və yaxud da olduğum qrupları izləyərək oradan niyə layıqlar qoyuram? Məsələn, niyə edirəm bunları? Çünki insanları daim ruhlandırmağa təşviq edirəm. Sonra kiçik uğurları belə qeyd edin və dəyərləndirin. Bu da önəmli prinsiplərdən biridir ki, insanlar ümumiyyətlə birinci növbədə insan özü öz kiçik uğurlarını dəyərləndirməlidir. Məsələn, bugün mən özümə balaca bir nəsə almışam. Bugün mən qarşımda dəftər, özümə masa hazırlamışam və bu mənim ən böyük uğurumdur. Sizə görə adi bir şeydir, amma mənə görə həqiqətən böyük uğurdur. Birinci növbədə mən özümü, uğurlarımı, kiçik uğurlarımı qeyd edirəm. Məsələn, hər hansı bir video paylaşdım, hər hansı bir qrupa səs atdım, hər hansı bir qrupa təlim keçdim, hər hansı bir məhsulun təqdimatında yeni məhsulların tanıtımını etdim və yaxud da ki, sosiallarda yeni bir paylaşım paylaşdım. Bu mənim kiçik uğurlarımı həqiqətən özümü dəyərli hiss etməyimə gətirir. Birinci növbədə siz özünüzü ruhlandıracaqsınız bu kiçik uğurlarla. Plus, sizdən nacizənə məsləhətim, siz komanda rəhbərlərinizə kiçik uğurlarını dəyərləndirəcəksiniz. Məsələn, keçən səfər biz nə demişdik? Yeni gələn xanımımız artıq 5 dənə cümləni doğru arda qoşa bilmir, fikirlərini doğru ifadə edə bilmir və bizim işimiz nədir? Bizim işimiz o məhsulu verirsən, bir dənə məhsulu çəkilini və altı yazısından bərabər sən buna səs at və neynədin? Sən ona səs atdın, o sənə səs atdı, o səsi götürürük, qrupa atırıq və onu etiketlədik ki, ay, xoş gəldi, səfa gətirdi, Aysu xanım bugün ilk səsini və ilk məhsulların təqdimatını bacardı. Deyərək artıq bu kiçik uğurları insanlara təqdirlədikdə, onları dəyərləndirdikdə, əlbəttə onlar özünü dəyərli hiss edib, daha gözəl və daha çoxunu çalışmaq və qazanmaq üçün çaba göstərir. Uğur hekayələri ilə ilham verir. Niyə bəzən olur ki, xanımlarımız bura ancaq təlimlərə çıxarkən çətinliklərdən və niyə mən hər dəfəsində bəzən özümün də qulağım yorulmasına baxmayaraq hər yeni gələn insanıma həyat hekayəmi bir balaca da olsa anlatmağa çalışıram. Niyə? Deyirəm ki, yəni məqsəd burada həyatımı danışmaq deyil. Məqsəd burada mən bacardım. Artıq bu hekayənin qəhrəmanı olmağı bacardım. Sən də bacararsan deyə onlara təbii ki, uğur hekayələrindən çəkinməyin. Yorulmayın. Bəzən olur ki, xanımlarımız hər hansı bir uğur hekayələrində müəyyən yerə gəldikdən sonra sanki dünyanı bunlar yaradıb, belə deyim, səhvlərimizdən biri. Təbii ki, o zamanlar
Kvarsda mən də düşmüşəm, düşmədim deməyəcəm. Mən də Kvarsda o ulduz xəstəliyində deyəm ki, düşmüşəm. Və insanlar qorxur öz həyat hekayələrini danışmaqdan ki, həlaq eləyəcəklər, hə nə bilim, belə deyəcəklər, belə eləyəcəklər. Hansı ki var, elə tip insan da var ki, sənin həyat hekayələrindən o bezdik, sıxıldıq da, elə nə qədər işləyəcək Çinarənin həyat hekayələrini deyən insanlar da var təbii ki. Amma o insanları qayla almayacaqsınız. Əgər sizin bir uğur hekayəniz varsa, onu danışmaqdan qorxmayın, çəkinməyin. Pes etməyin, yorulmayın. Çünki hər kəs həqiqətən də uğur hekayələrindən çox motivasiya alıb və o motivasiyalarını hər daim canlı tutmağı bacarırlar ki. Və o insanlara canlı örnəkdir. Çinarə canlı örnəkdir, Aysu canlı örnəkdir, Gülər canlı örnəkdir. Ki, bəli, bu çətinliklərdən əgər gəlməyi bacarıbsa, bugün mükəmməl şəkildə artıq gəlirə sahibsə, həyatını inkişaf etdirmə və özünü gelişdirmə yolunda çox gözəl şəkildə irəliləyirsə, niyə də məndə olmasın? Deyərək o insanların da motivasiyasını canlı saxlamış olursunuz. Sonra, uğurun sirri insanlara anlamaq və dəstək verməkdir. Şəbəkə biznesində uğur təkcə məhsul və ya planla deyil, insanlarla düzlü işləmək bacarığı ilə qazanılır. Əgər lider fərdi fərqliliklərini qəbul edir, hər kəsi öz dilində dinləyir və dəstəkləyirsə, o zaman komanda həm möhkəm, həm də məhsuldar olur. Bir də sonunda bir video ilə sizi inşallah ki, anlatmaq və ödülləndirmək istəyirəm. Gördüyünüz kimi çalışmışam. Nəyi var çalışmışam. Allahım, hanı mənim o videom? Deyəsən silmişəm ay xanımlar. Eyb olmaz. Aha, deməli, insan resurslarla çalışmaq biraz çətin. Biraz yorucu, biraz sıxıcı, biraz bezdirici. Amma sən bu qabiliyyəti özündə formalaşdırdıqdan sonra artıq insanlarla ünsiyyət qurmadan həqiqətən də yaşaya bilmirsən. Ona görə çalışın, ünsiyyət qabiliyyətinizi formalaşdırın, yorulmayın, sıxılmayın, bezməyin. Yolunuza getdiyiniz yolda bu sizin bir işinizdir və işin mahiyyətində doğru insan resurslarıyla doğru çalışmağı, doğru davranmağı, doğru danışmağı və o insanlara doğru yön olmağı bacaracaqsınızsa, çox gözəl nəticələrlə də inşallah gələcəyinizi bu biznes sayəsində təmin edəcəksiniz. Niyə Home Life? Mən bu barədə həmçinin videoda çəkmişdim. Ona görə Home Life ki, mənim komandamı tək böyütmür. Niyə Home Life? Çünki zirvənin prezidentləri maşallah olsun ki, bir-birindən savadlı və bilgili liderlər tərəfindən çox mükəmməl şəkildə sizləri, bizləri faydalandırır. Niyə Home Life? Çünki Home Life həyatımı dəyişdiyi yolda nə qədər qadınların və Azərbaycanda elə bir şəbəkə biznesinin yoxdur ki, 10 il, 8 il, 5 il soruşanda cavabında 4 lider yetişdirmişəm, cavabını alırsınız. Soruşanda 5 lider yetişdirmişəm, cavabını alırsınız. Amma Home Life-da maşallah olsun ki, sonsuz sayda xanımlar bugün həyatını dəyişməyi və ən əsası savadlı və bilgili speaker olmaq yolunda həm peşəkar həyatda, həm şəxsi həyatda həyatını dəyişməyi, həmçinin də biznes sayəsində uğurlu olaraq həyatını dəyişib bir iş xanımı adını almağı bacarır. Niyə? Səbəb nədir? Niyə Home Life-da bu şəkildə davam edir? Niyə X şirkətlərdə bu yoxdur? Səbəbini deyəcəm. Səbəbi ondan ibarətdir ki, qazandırmaq zorunluluğu olduğu üçün özünü gelişdirmək zorunluluğu artıq sənin o daxilində çıxır və sən savadlı və bilgili olmaq zorunda olduğun üçün özünü geliştirirsən, özünü geliştirən bir lider də təbii ki, komandasını mükəmməl şəkildə gelişdirməyi bacarır. Ona görə Home Life-in verdiyi imkanlar sistem olaraq. Bugün burada bacaranlar, burada qazananlar əmin olun ki, 20%, 30%, 40% öz gücüdürsə, 20%, 30% sistemin gücüdür, 20%, 30% ise zirvənin prezidentlərinin gücüdür. Ona görə də dəyərli xanımlar, möhtəşəm bir sistemdəsiz, möhtəşəm bir platformadasız, insan resurslarına doğru çalışaraq, yorulmadan, sıxılmadan, bezmədən, of, af, uy, bu sözləri ümumiyyətlə kənara tullayıb, hədəflərinizə doğru irəliləməyi bacararsınızsa, çox gözəl şəkildə 3 ildən sonra necə ki mən bacardım dedim, sən də bacararsan deyərək yoluna davam edib uşaqlarının gələcəyini Home Life sayəsində, bu biznes sayəsində gözəl yerlərə gətirməyi bacararsan. Ən əsası mənim uğurumun ən önəmli uğurlarımdan həyatımı dəyişməyimdir. Necə? Mən bacardım, mən dəyişdim, mən qəbul etdim, mən özümü sevdim ki, artıq çevrəm də məni qəbul edərək, məni sevərək, artıq mənim qərarlarıma da, düşüncələrimə də, fikirlərimə də hörmət edərək daha xoşbəxt yaşamağımı təmin etdi. Xoşbəxt ana, xoşbəxt evlad, xoşbəxt ana, xoşbəxt yoldaş, xoşbəxt həyat yoldaşı, xoşbəxt ev həqiqətən də mükəmməl, xoşbəxt
ailə deməkdir. Hər zaman xoşbəxt qalın, hər zaman sevin, hər zaman sevilin və insanlarla da doğru davranaraq inşallah ki, gələcəyinizi bu biznes sayəsində genişləndirin. Çünki təməlli bir biznesin hal-hazırda qoyulduğu, təməlli bir biznesin ən əsası fabrika olan bir şirkətlə əməkdaşlıq edirsiniz. Ən əsası sərmayəsi full-fu bacaran və həqiqətən də mənimlə bərabər mənim komandamı ayaqda tutmağı bacaran bu qədər sərmayə, bu qədər pul, bu qədər aksiyalar, bu qədər loteriyalar təşkil etmək elə bu sənin güclü bir şirkətlə əməkdaşlıq etdiyinin göstəricisidir. Məndən bu qədər. İnşallah ki, sizlərə faydalı oldum. İnşallah ki, sizlərə yararlı oldum. Siz də öz qeydlərinizi apararaq insan resurslarından doğru çalışmağı bacararsınızsa, gələcəkdə mənim kimi inşallah ki, həyatını dəyişən və gözəl qədərlərə sahib olan xanımlardan olarsınız. Məndən bu qədər. Hələlik. O zaman gələn təlimlərdə görüşmək ümidi ilə.